Su ehtiyatlarının araşdırılması, qorunması və səmərəli istifadəsi suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əsas prioritetlərindən biridir. Azərbaycan Respublikası ərazisində yeraltı su mənbələrinin müxtəlif formaları mövcuddur. Onların arasında su-tutarlar, bulaqlar və kəhrizlər xüsusi yer tutur. Bu mənbələr həm əhalinin içməli su təminatında, həm də kənd təsərrüfatının fəaliyyətində mühüm rol oynayır. Sözügedən su mənbələri uzunmüddətli tədqiqatlar nəticəsində araşdırılır. Hər bir su mənbəyinin coğrafi mövqeyi, suyun debisi və istifadəyə yararlılıq göstəriciləri müəyyən edilir. Aparılmış baxışlar nəticəsində bu mənbələrin cari vəziyyəti və coğrafi mövqeyi barədə ilkin məlumatlar toplanılıb, gələcəkdə onların səmərəli istifadəsi imkanlarının qiymətləndirilməsi məqsədi ilə baza məlumatları formalaşdırılmış və xəritələr üzərində işlənmişdir. Bu istiqamətdə görülən işlərin əsas məqsədi su qıtlığı şəraitində əhali və təsərrüfat sahələrinin fasiləsiz su təminatını qorumaq üçün alternativ su mənbələrinin müəyyənləşdirilməsidir. Yeraltı suların kimyəvi tərkibi, çirklənmə dərəcəsi, mikrobioloji göstəriciləri və su obyektlərinin ətrafında aparılan təsərrüfat fəaliyyətinin təsiri qiymətləndirilir. Bunun əsasında müvafiq tədbirlər planlaşdırılaraq ekoloji təhlükəsizlik təmin olunur. Xüsusilə bulaq və kəhrizlər əhalinin içməli su mənbəyi kimi böyük əhəmiyyət daşıdığından onların təbii rejiminin qorunması və qanunsuz müdaxilələrinin qarşısının alınması daim nəzarətdə saxlanılır. Hazırlanan hesabatlar su ehtiyatlarının qorunması, səmərəli istifadəsi və çirklənmə hallarının qarşısının alınması istiqamətində vacib qərarların qəbuluna əsas yaradır. Su ehtiyatlarının qorunması və səmərəli istifadəsi təkcə texniki tədbirlərlə məhdudlaşmır. Bu proses həm də maarifləndirmə və ekoloji mədəniyyətin formalaşdırılmasına xidmət edir. Unutmayaq ki, su ehtiyatları tükənməz deyil. Hər bir damla suya qənaət gələcək nəsillərə verilən bir ümiddir.